Salam, hər vaxtınız xeyir. Monitor 6-cı siniflər monitorunqa hazır olmaq məqsədilə sınaqlarınızı hamı təqdim edirik. 26-cı sualdan başlayaq. Koordinatlar mövzusuna aiddir. Koordinat sistemində apsisi -4 olan apsis bildiyimiz kimi x-dir, ordinatda y-dir. Deməli, ədəd koordinatlar yazanda birinci x-i yazırıq, sonra y-i yazırıq. Cavab -4 10 olmalıdır. Hansısa variant səhv düşüb. Deməli, -4 10 B variantını düzəldək. Bu mənfini yazmaq yadlarından çıxıb. Növbəti sual, o y qoxuna nəzərən simmetrik. O y qoxuna nəzərən simmetrik olanda x olduğu kimi qalırdı. Yox, o y qoxuna nəzərən simmetrikdə y varsa, y olduğu kimi qalırdı. X işarəsinin əksinə dəyişirdi. Müsbət isə mənfi olurdu, mənfi isə müsbət. Y-in olduğu kimi qaldığı qiymətlər AC idi. X burada mənfi, burada müsbət doğrudur. Amma burada y-in qiymətləri fərqlidir. X-in qiyməti burada fərqlidir, D heç birinə uyğun deyil. Və bu deməli A nöqtəsindən C nöqtəsi y qoxuna nəzərən simmetrikdir. Əgər desəydi x qoxuna nəzərən simmetrik olanda B nöqtəsindən C nöqtəsi olardı. Apsis, yəni x qoxuna nəzərən simmetrikdə birinci x qalır. Y işarəsinin əksinə dəyişir. Burada amma deyir ki, hansı koordinatda apsis oxundan yuxarıda yerləşir? Apsis oxu x oxudur. X oxundan yuxarıda yerləşən rüblərdə birinci və ikinci rübdə. Birinci və ikinci rübdə yerləşir. Birinci rübdə yerləşirsə hər ikisi müsbətdir, ikinci rübdə yerləşirsə x mənfi y müsbətdir. X mənfi y müsbət A variantı, hər ikisi müsbət C variantı. Deməli olacaq C, deməli variant olacaq A və C, B variantı. Şəkildə verilənə görə T nöqtəsinin koordinatını təyin edin. T nöqtəsinin koordinatı, deməli, bu xəttlər bir-birinə paralel, əslində şərt verməlidir. Paralellik şərtin və T nöqtəsində koordinatı olacaq 0, -2. Bizə də ordinatını soruşduğuna görə -2. Ordinatda -8 olan nöqtənin ordinat y-dir. Y-də -8 olan nöqtə D variantıdır. 31-ci sualda apsis oxundan aşağıda yerləşir. Apsis oxundan aşağıda yerləşən rüblər 3-cü və 4-cü rübdə. 3-cü rübdə hər ikisi mənfi, 4-cü rübdə x müsbət, y mənfidir. Hər ikisi mənfi B-dir. X müsbət, y mənfidir A-dır. A və B, B, A variantı. 4-cü rübdə yerləşir. 4-cü rübdə yerləşən x müsbət, y mənfi. Müsbət mənfi olan B, müsbət mənfi D, müsbət mənfi N. Deməli, 2 dənə nöqtə oldu. Bir də 4-cü rübdə deyir, 3 dənə nöqtə. Koordinat sistemində apsis -5 ordinatı -10 nöqtənin koordinatıdır. Apsis x-dir, birinci x yazılır. -5 ordinat y, ikinci y yazılır, -7. -5, -7, yəni A variantı. 34-cü sualdan davam edirik. Hansı nöqtələr o y qoxuna nəzərən simmetrikdir? O y qoxuna nəzərən simmetrik olanda y-lər qalmalıdır. Olduğu kimi, burada qalmayıb, burada da fərqlidir. Deməli, D variantı. 35-ci sualda şəkil əsasında iki nöqtə apsis oxuna paralel düz xəttin üzərindədir. Apsis oxuna paralel xəttlər belə. Məsələn, bax, apsis oxuna paraleldir, burada yoxdur. Başqa buna bunu da birləşdirəndə apsis oxuna paralel olur, başqa elə bir nöqtə yoxdur. Yəni ya QL ya da DE. QL olmadığına görə DE-ni götürür. Düzbucaq koordinat sistemində 1, 3 və -4, -2 nöqtəndə keçən düz xəttin apsis oxu kəsmə nöqtəsinin koordinatını tapaq. Gəl qeyd edək. 1, 3 nöqtəsi buradır. -4, -2 nöqtəsi də buradır. Buradan bura düz xətt çəkək. Deməli, hansı nöqtədə kəsdi? -2, 0, 0, 2. Apsis oxuna dediyinə görə -2, 0, yəni C variantı. Növbə parçasının uzunluğu 7 vahid olarsa, x aşağıdakılardan hansı ola bilər? 7 vahid sağda da yerləşə bilər, solda da yerləşə bilər. Sağda yerləşən tapanda apsisin 7 gəlirik, olur 4. Solda yerləşən tapanda 7-dən çıxır, olur -10. Ya 4-dür, ya -10. -10 olmadığına görə 4 götürürük. 38-ci sualda yenə də AB parçasının sonu 8-dir. Olarsa x aşağıdakılardan hansı ola bilər? Burada 6-dır. Sağda yerləşirsə üstəgəl 8 gəlirik, solda yerləşirsə 8 çıxırıq. Ya 14-dür cavab, ya da -2. 14 olmadığına görə cavab -2-ni götürürük. Növbəti testimizə baxaq. 39-a. Deməli, burada da -4, 1, -4, 7 nöqtə AB parçasının orta nöqtəsinin koordinatını tapın. Yadınızda saxlayın. Orta nöqtənin koordinatı, koordinat oxunda qeyd edilən görəcəksiniz. Və yaxud da orta nöqtənin koordinatı qısa qaydada necə tapılır? X-lər toplanır, 2-yə bölünür. Y-lər toplanır, 2-yə bölünür. Bu qaydada tapa bilərsiniz. Koordinat oxunda qeyd edərək də. -4 üstəgəl -4, -8 2-yə böləndə olur -4. 7 üstəgəl 1, 8, 2-yə böləndə 4. Deməli olacaq -4, 4. Yəni A variantı. Gəl bunu koordinat oxunda qoyaraq da yoxlayaq. -4, 1 olanda -4, 1 buradadır. -4, 7 buradadır. Hər ikisindən eyni məsafədə olan -4, yox, -4, 7, -4, 1, -4, 7. Hər ikisindən eyni məsafədə olan vaxt buradır, -4, 4 nöqtəsi. Sonra 40-cı suala baxaq. Bu nöqtələrdə düzbucaq koordinatına qeyd edin, düzbucağın perimetrini tapın. Deməli, qeyd eləsək, -5, -6, -5, -6 bu nöqtə, -5, -3 bu nöqtə, 2, -3 buradadır, 2, -6 buradadır. Deməli, bunun perimetrini qeyd edəndə məsafələri tapıb, eyni uzunluğunu toplayıb 2-yə vururuq. Deməli, bura oldu 3 tamam. Uzunluğu oldu 1, 2, 3, 4, 5, 6, 7. Perimetrində tapanda 3-ün üstünə 7 gəlib vururuq. 2-yə cavab olur 20, B variantı. 41-ci suala baxaq. B nöqtəsinə apsis oxuna nəzərən simmetrik olan nöqtə hansıdır? B nöqtəsi budur. Apsis oxu budur. Buna nəzərən simmetrik olan nöqtə də G nöqtəsidir. Buradan bura qədər məsafələr eynidir. -3, 5 nöqtəsinə ordinat oxuna simmetrik olan B nöqtəsini tapın. Ordinat oxuna simmetrikdirsə, yəni y qalır 5 olaraq. X işarəsinin əksini dəyişəcək, olacaq -3, -3, 5 A variantı. Apsis oxuna nəzərən simmetrik deyir burada. Apsis -5 olduğu kimi qalır, y olur -1. -5, -1 C variantı. Növbəti sonuncu səhifədəki testə baxaq 44-də. Yenə apsis oxuna nəzərən simmetrik deyirsə, x qalır -7, y işarəsini dəyişir, olur -3, -7, -3 B variantı. Ordinat oxuna nəzərən deyəndə y qalır -2, x işarəsini dəyişir -5, -5, -2 B variantı. Növbəti 46-cı suala baxaq. Burada bizdən BC məsafəsini soruşur. İndi buradan bura qədər 22-dir.
Buradan bura qədər də 28-dir. Biz bunları toplasaq və həm buradan bura qədər də 36-dır. Biz CD-ni tapa bilərik. Eləcə də AB-ni tapa bilərik. CD-ni tapanda 36-dan 22-ni çıxırıq. Olur 14. Buraya yazaq 14. AB-ni tapanda 36-dan 28-i çıxırıq. Burada yazırıq 8. Burada olur 8. Deməli, indi bizdən BC-ni soruşursa 22-dən 8-i çıxıb da tapa bilərik BC-ni. 14 və yaxud da 28-dən 14-ü çıxaraq da yenə 14 taparıq. Deməli, BC olacaq 14. Ədəd oxununda 72-dən %50 sonuna kəsr hansı natural ədədə daha yaxındır? Yarısı bax 0,5-i keçdiyinə görə 73-ə daha yaxındır. Düz mütənasib deyəndə düz mütənasibin düzlüyü y bərabər k x-dir və burada da k-nı tapırıq ki, k 3-dür. Deməli, funksiyamız olur y bərabər 3x. Deməli, y tabanı 3-ə vuracaq, x tabanı 3-ə böləcək. A olacaq 75, B olacaq 21. 75 üstə gəl 21. Cavab 96. Samir həftələrində ekran qarşısında keçən vaxt yığımında təsvir olmuşdur. Samir həftənin neçə günündə ekran qarşısında 1 saatdan çox vaxt keçir. 1 saat buradadır. Həmin hissədən belə xətt çəksək, deməli, bir də çəkək. Əslində burada dama olaraq verməlidir. İndi birində görəcək. İndi buna oxşar suallar keçən deməli altıların imtahanına düşür. Yəqin həmin sualdır. İndi o sualı reqlan açıb göstərəcəm. Oradan da baxarsınız. Deməli, əslində burada tam üzərində düşür. Məsələn, bu şəklə düz çəksəydilər belə olmalıdır. Cümə şənbə bazar, yəni 3 gün. Bu əvvəlki keçən ilin altılarına düşmüş sualdır. Həmin sualın əslini göstərim buradan. Yəni əslində görün. Deməli, bu sualdır. 1 saatda burada görürsünüz xəttlər var. Xəttlər olduğuna görə dəqiq görünür hansındadır. Xəttlər qoyulmalıdır. Deməli 4 günlük xəttlər olmadığına görə orada dəqiq görmək olmur. 4 günlük çox vaxt keçirdik. Deməli oradan o birinci olan xəttə deməli onun üzərindən keçən xətti də götürürük. Deməli 4 gün qəbul edirik. Əsas sual ordadır. Burada xəttlər qoyulmur. Deyir ki, biri yarışda iştirak edən 48 şagirddən 12-si yarımfinal mərhələsində vəsiqə qazanmışdı. Yarışda iştirak edən şagirdin neçə faizi? Faiz deyəndə məxrəcdə hamısını yazırıq 12. Yarımfinalda iştirak edəcək. 48, sürətdə yazırıq 12, orası 100%. Bu ixtisar edirik 12 olur 4/1, 4 ilə də 100 ixtisar edəndə olur 25%. Və yaxud da tənasiblə yaza bilərik. 48 100%-dirsə 12 x%. Yenə eyni qaydada 48 nədir? 25%-dir. 48-nə ixtisar edəndə 25%. Yəni oraya 25 yazıb 8 dedim. Üzr istəyirəm. Yox, buna ola bilər. Yəni belə mexanik səhvlər olanda bildirərsə sonra düzəliş verəcəm. Deməli burada da yəni x şəklində hesablayırıq. 1200-ü bölürük 48-ə olur 25%. Belə. Deməli bu gün izahımız bu qədər. Sağ olun.